Yeni bir gündən hamınıza salam olsun. Hal-hazırda hardayam? Balidəyəm. Pələnglə səyahətin ikinci bölümünə xoş gəlmisiniz. Bundan öncəki bölümdə Şri Lankadaydıq. Qəşəngcənə gəzmişdik. Ətrafı kəşf eləmişdik. Bu gün isə Balini, yəni Changu'yu kəşf eləyəcəyik. Qaldığım yeri sizə göstərmək istəyirəm, amma ondan öncə motorumu göstərim. Baliyə gəlsəniz motorsuz heç hara gedə bilməyəcəksiniz. Çox müşkül məsələdir. Belə bir motor götürmüşəm, rahatcana ora-bura gedə bilirəm. Ada zənn etdiyinizdən böyük bir adadır. Ubud bölgəsi var, Changu bölgəsi var. Seminyak deyəsən o başqa bir şey. Yox, o başqa. Uzun sözün qısası, içərini göstərim. Belə bir hosteldə qalıram. Gecəsi 7 dollara, 8 dollara düşür. Belə bir havuz burada var. Bundan sonraki tərəfdə isə həm bar var, həm də havuz var. Onu da göstərim sizə. Deməli. Hay. Burada da bir havuz var. Bu birisi tərəfdə otura bilirsiniz. Oradan yeməyinizi sipariş eləyə bilirsiniz. Bura isə oturma otağıdır. Baxın. Bəli, salondur bura. Heç özüm kəşf eləməmişəm. Hay. Bura bir yataq otağıdır. Digəri isə budur. Bu bizimkidir. Bir otaqda 6 nəfər qalırıq və problemsiz bir şəkildə də qalırıq. Sakit danışın biraz. İndi hara gedəcəm? Gedəcək səhər yeməyə. Ondan əlavə olaraq bir xanım gələcək. Xanımın adı isə Ayşəgüldür. Burada yaşayan türklərdəndir. Onunla görüşəcəm. O bizə bura haqqında ətraflı məlumat verəcək. Bir də bunu göstərmək istəyirəm. Bilirsiniz ki, İndoneziya müsəlman bir ölkədir. Amma Bali, yəni Bali adası %90'ı Hinduizm dininə aiddir. Və hər səhər belə bir şey yandırırlar və öz yediklərindən bura qoyurlar. Ruhlara adaq kimi bunu verirlər. Motorumuzu xodlayaq, yəni işə salaq. Gedək kafeyə, kafedə bir səhər yemək yeyəcək, ondan sonra sahil tərəfinə gedəcək. İndi yağış dayanıb, birazdan yenə də yağa bilər, Bali belədir. Bu arada buranın sezonu may ayından sonra başlayır, ağlınızda da olsun. Yolüstü bunların benzin sistemini də göstərim sizə. Deməli, burada benzini belə yerlərdən götürürsünüz. Bəzən petrollar da var təbii ki də. 2 litr. Litri isə 1 manat eləyir. Bakın, oradan başlayacaq azalmağa. Bu biraz baha satır deyəsən. Mən 4 litrini hardasa 40 minə götürdüm. Pullarını da göstərəcəm, narahat olmayın. How much? 30. What? 30. 30. Bu biraz baha satır. 1 manat bahasına satır. Pulunu da göstərim həm də sizə, həm də bu qaqaşın pulunu ödəyim. Ya bunlar Şri Lanka puludur. Şri Lanka videosuna baxmışsınız yəqin ki. Heç bu ayrı məsələ. Qaşa mənə belə bir 50 minlik verin. Bunların pulu bu şəkildə olur. 50 min 5 manat eləyir. 100 min 10 manat eləyir. Sıfırları atmaq lazımdır. Bu isə 20 mindir. Gördüyünüz kimi. Gənclər, gəlmişəm. Ayşəgülün yanındayam. Sağ olsun, mənə çox gözəl bir məkana gətirib və dedi ki, Pələng, burada yemək yeməsən, səhər yeməyi, sabah yeməyi, yoxsa genel olarak? Oradan sonra falan da insanlar burada yiyorlar ama genelde ben kahvaltıdan sonra geliyorum buraya. Süper. Bu arada Ayşəgüldür. Selamlar. Ayşəgül artıq 7-8 aydır ki, burada yaşayır. Evet. İnşallah bura biraz səslidir. Səssiz bir yerə keçəndə Ayşəgülə suallarım olacaq. Bu sualların cavabını alacağıq. Belə bir sandviç demişəm. Qiyməti 7 manatdır. Ayşəgüllə gəlmişik sahilə. Hansı ki, mən burada gəzirdim. İndi dəniz yüksəlibdir ya. Bildiğin dalga var. Ama akşamlar çəkilir dəniz. Evet, akşam çok daha geriye gidiyor ve tamamen plaj burada açık oluyor. Bir de çok insan olur burada. Evet, çok kalabalık. Sunset'i izlemeye... Sunset, yəni güneş batımını izləməyə çox adam gəlir. Çox qəşəng görsənir. Burada da məkanlar var. İndi məkanların birində oturaq. Ayşəgül xanımla söhbət eləyək ki, Balidə nə edir? Bəs neçə vaxtı burada qalır? Onu dedim əslində, 7 aydır deyəsən burada qalır. Evet. Burada mı oturaq, qabaqda mı oturaq? Sunset. Mənə fərqi yoxdur, amma sən daha yaxşı bilirsən. Bence şöyle oturalım. Yaxşı. Başdan aşağı belə məkanlardır burada. Qısaca sizə qiymətləri göstərmək lazımdırsa. Uşaqlar, hello. Deməli.
Və məsələn soft drinklər var uşaqlar 2 manatdır, 1 manat 50 qəpik və bu 10 gördüyünüz 1 manat sayılır, 20 gördüyünüz 2 manat sayılır. Yeməklərə baxaq, görək nələrimiz var, nələrimiz var. 5 manat 70 qəpik, 7 manat, 8 manat 50 qəpik. Salat var, 5 manat 70 qəpik, 60 deyirəmi, 6 manat. Danışanmadım. Qısacası belə menülərimiz var. Chickenlı bir şeyler var. 4 manat, 3 manat 50 qəpik, 5 manat. 5, 6, 7 manat arasında qiymətlər əsasən dəyişilir və məncə uyğundur, yaxşıdır. Tam qarşımızda okean var və sahil gördüyünüz kimi sahilin qumu qaradır. Səbəbi isə volkanik pilyajdır, belə izah edirsən. Bəs Ayşəgül, Balinin 3 qəşəng özəlliyini saymaq istəsən, nələri deyə bilərsən? Bence burası çok ada olduğu için çok doğayla bütün bir yer. Ben buranın hem çok yeşil olmasını hem de bu denizlerini falan çok seviyorum. O yüzden benim için buranın en önemli özelliği doğanın içinde olması. İkinci olarak burada çok güzel bir ortam var bizim yaş grubumuz için. Yani hem çalışmak için, hem eğlenmek için, hem birileriyle tanıştığında güzel vakit geçirmek için güzel bir network sağlayabiliyorsun, güzel dostluklar oluşturabiliyorsun. Adanın öyle bir potansiyeli var, bunu çok seviyorum. Bir de burası çok ucuz. Yani burada hayat bence şu anki ekonomide birçok ülkeye göre daha kolay akıyor. O yüzden aslında böyle istediğim birçok şeyi sana burası veriyor gibi düşünüyorum. Yani iyi bir ortam var, zaten keyifli bir yer, güzel bir doğa, ucuz, çevrende böyle senin gibi iyi anlaştığın insanlar var. Ya mutlu olmaman için böyle çok az sebep kalıyor zaten geriye. Bəs bura tətilə gələnlər üçün nə önerirsən? Hansı tərəfə, yəni hansı bölgəyə getsinlər, hansı qismə getsinlər? Buraya zaten tatile gelenler genellikle Ubud'dan başlıyorlar. Ubud görülmesi gereken ilk yerlerden biri bence de. Ben Ubud'u çok seviyorum. Çok yeşil bir yer. Çok fazla tapınak ve aslında Bali'nin kültürünü görmek için en doğru yerlerden biri. Özüdür də Balinin. Aynen öyle, Ubud. Ubud'dan sonra Cangri'ye da gelmelerini ve burada eğer isterlerse surf deneyimlemelerini ben isterim. Böyle burada 2 saatlik falan ders satın alıp başlangıç seviyesinde küçük dalgalarda hocayla beraber surf yapabiliyorsunuz. Buraya kadar gelmişken bence kesinlikle deneyimlenmesi gereken bir şey. Yeni bir məkana gəlmişik. Buranın adı nədir? Lidl Liman. Lidl Burası limadı. çok tatlı bir yer, ben çok seviyorum. Çox şirindir. Ha, biraz sərindir heç olmasa. Evet, çok güneşte kaldık ya. Dünən danışamadım. Dənizin qırağındaydıq deyə dəhşət nəmişlik var idi. Şöyle göster istersen içecekler. Abi kofelər 3 manat, 4 manat, 5 manat, 4 manat 50 qəpik arasında dəyişilir. Belə göstəreyim. Biz böyle mutlaka haftada birkaç kez geliyoruz buraya normalde arkadaşlar. Qəşəng şirin bir yerdir. Evet, küçük tatlı bir yer. Qəşəng yerdir. Ben burada Passion Meat içiyorum. Böyle çok tatlı. Gelenler olursa eğer. Dadlı deyim. Evet, denemek isterlerse zaten gösteririz geldiğinde. Bəli. Hostelə qayıtmışam. Hello. Qaqaşlar Hong Kongludur. Səmimi uşaqlardır. Xırtıllatmasa daha yaxşı olar. Burada vəziyyət budur gençlər. Gördüyünüz kimi insanlar yemək yeyir, yemək vaxtıdır. Yəni bura Balidir. Balidə həyat biraz fərqli işləyir, rahat işləyir. Bax, başqa cür gedir. Günəş batımına getmək istəyirdim, amma yemək də yesək olarmış yəni, bilmirəm. Qəşəngdir yəni. Bir dənə mahnının səsi yüksəkdir. Mahnının səsi biraz aşağı olsa olacaq. Everything is good. Yəni hər şey yaxşı olacaq. Burada soslarımız var. Hello. Fərqli soslardır. Və burada belə bir şey də var. Nə olduğunu qətiyyən bilmirəm. Pendirdir. Cheese bir şeylər yazılıb. Burada isə biraz vegan ağırlıqlı. Hello brother. Vegan ağırlıqlı yeməklərdir. Bəli, vegan ağırlıqlı yeməklərdir. İnsanlar çox sağlıqlı bəslənirlər burada, həddən artıq. İndi sizi çalışacağım sunsetə aparım. Günəş batımına və inanılmaz görsənir. Motor olmamaq, yəni motorsuz burada gəzmək çox böyük problemdir uşaqlar, çox həddən artıq. Hansı ki mən bir dəfə yıxılmışam, Instagram adresində var. Biraz motorun
Bu hissəsi əzilibdir, gördüyünüz kimi. Qaytaranda ümid edirəm bir problem yaşamaram. Motoru saxladım burada. Gəldim Komobitsə. Hansı ki burada ancaq gün batımını izləyirlər. Amma mən buradan geçsəm daha yaxşı olar. Çünki bura kafeyə çıxır. Yəni buralar əfsanə yerlərdir, gözəl yerlərdir. Hətta dolacaq birazdan buralar. Çünki insanlar əsasən burada gün batımını izləməyə gəlirlər. Varlı bir həyata da burada şahid ola bilərsiniz. Yox deyil, var. Harada otursaq, hara geçsək daha yaxşı olar, daha məsləhət olar. Ona baxmalıyıq. Səhər görmüşdünüz də burada nə dalğalar var idi. Axşam isə artıq dəniz çəkilibdir. Mənzərə çox qəşəng görsənir. Gün batımı eyni şəkildə çox qəşəng görsənir. Hər şey əladır. Burada da məkanlar var. Burada da otura bilirsiniz. Bu birisi tərəfdə də var. Orada da otura bilərsiniz. Bu qalıb sizin istəyinizə. Amma istəyirəm bir 5-10 saniyə bu səssizlikdə mən danışmayım. Bu mənzərəni, dalğanın səsini, ətrafın ambiyansını falan hər şeyini eşidəsiz, görəsiz. Gördüyünüz kimi hər kəs düzülübdür bura, mənzərəni izləyir. Çox gözəl mənzərə var. Səhər bir başqadır, axşam bir başqadır. Böyle dalğaları var idi səhər, indi isə okeydir. Çox gözəl görsənir ama çox. Həqiqətən özüdür. Qaqam Messi oxşuyur bu suyundan. Orada görürsüz surf eləyənlər də var. Bilmirəm nə qədər görsənir ya yox. İnsanlar qısacası tətil eləyir, istirahət eləyir, həyatlarını yaşayırlar. Özlərini xoşbəxt hiss eləyirlər. Sizlər də çıxıb gəzə bilərsiniz. Öz rayonunuzdan, qonşu rayonlardan başlaya bilərsiniz. Birdən-birə xaricdən başlamaq olmur. Mən də elə başlamamışam. Sonrasında isə Allah bir qapılar açır və bir də görürsünüz ki, okeanla üz-üzəsiz və İnanılmaz, möhtəşəm bir görüntü var qarşınızda. Dəhşət bir hadisə başıma gəldi. İkinci mərtəbədən yıxılmışam. Görürsünüz sağ tərəfimi. Sağ tərəfim əzilibdir. Və ayağım da əzilib. Gördüyünüz kimi bu hissə də əzilib. Bilmirəm nə dərəcəsində görəsiz ya yox. Qabırğam qırılıb qırılmayıb bilmirəm. İnşallah qırılmayıb. Buradan üzü aşağı yıxıldım. Yəqin ki görürsünüz. Dəhşət ağrı var sağ tərəfimdə. Yeni otelə gəlmişdim. Düşünürdüm ki sabah göstərəm sizə, amma belə bir hadisə yaşandı. Sağ tərəfimdə ağrı hiss eləyirəm. Əlimi toxunanda, əlimlə vuranda nəfəs ala bilirəm. Amma təmiz əzik var sağ hissəmdə. No hard to breathe? No. Okay. No. Okay. Okay. Sağ olsunlar Elmirdən Səbinə yetişdirdi özlərin. Yıxıldım biraz özümə gələndən sonra yıxdım Elmirə, dedim Elmir gəlin. 20-25 dəqiqəlik məsafədə qalırlar bura. Həkim də yoxladı, bir şey yoxdur. Sabahınız xeyir. Vallahi billahi deyirəm, dünənləri çox ucuz qurtulduq, türklər demişəm. Verilmiş sədəqəmiz var imiş. Və düşünə bilirsiniz ki, mən buradan yıxılmışam. Tam olaraq ora. Bura. Və həqiqətən hündürdür. 3 metr, 4 metr rahat var. Heç bir yerim qırılmadı, boynum qırılmadı, qolum qırılmadı, bir yerim çıxmadı. Möcüzə kimi bir şeydir və şükürlər olsun Allaha. Bilirsiniz problem nədir? Sağlıqdan əlavə olaraq buralarda tip məsələləri çox bahadır. Rengenə getmək və ya uziyə getmək hədsiz bahalı qiymətlərədir. Yoxlanmaq, eyni şəkildə bir doktor yoxlanışına getmək. Doktor yoxlanışına getmək eyni şəkildə çox bahadır. Doktor yoxlanışına getmək çox bahadır. Hər şey bahadır, zənn edə biləcəyiniz hər şey. Və bu hündürlükdən
Yıxılmışam mən. Tam olaraq oram. Niyə yıxılmışam baxın. Görürsüz. Bunun üçün yıxılmışam. Okey, dekor üçün əladır. Bu dəmiri belə uzatmaq lazımdır. Bura gördüyünüz kimi halqa formasındadır. Buradan yıxılsaydım, indi bura qırılacaq. Bu da çox yumuşaqdır, dəhşət. Çox yumuşaqdır. Mən keçim o tərəfə. Xətə bəla var başımızda. Motordan da yıxılmışdım, bilirsiniz. Allah üçüncüdən qorusun. Bu çox böyük bir bəlaydı, çox. Nə qədər görsənir ya yox, amma uşaqlar dəhşət idi də, yəni buradan aşağı düşmək. Düşdüm sağ üstə, oturdum yerə və o an itirməməyə çalışdım özümü. Fərqində idim düşdüyümün, yıxıldığımın. Nəfəs almaq istədim, nəfəsim gəlmədi və dayandım, gözlədim. 2-3 saniyə sonra yavaş-yavaş nəfəs almağa başladım. Heç kimi arzu eləmirəm. Yəqin ki, aranızda balkondan, kənddə yıxılanlar, eləyənlər var və nəfəsi necə qəribə olduğunu başa düşürsünüz, yəni nə demək istədiyimi. Nəfəsi ala bilmirsən. Sonra nəfəsim açılandan sonra təmiz toxunmağa başladım özümə. Başıma toxundum, gördüm heç bir şey yoxdur və soyuqqanlı olmağa çalışdım. İndi biraz bədən ağrılarım var. Biraz özümü yaxşı hiss eləmirəm. Yıxılmışam, yəni bu qədər hündürlükdən yıxılmaq asan bir şey deyil. Biraz ortalıq dağınıqdır, özürlü sayasız. Heç olmasa buraları göstərim sizə. Belə bir otağımız var. Bu otaqdan yuxarı çıxanda teras hissəsinə çıxırıq. Yaxşıyam, özümü yaxşı hiss eləyirəm. Ağrı var, o da keçəcək. Üst hissə isə belədir, gənclər. Biraz da yağış yağır. Dəniz mənzərəmiz də var. Dəniz mənzərəmiz isə budur, gördüyünüz kimi. Axşam çox qəşəng gün batımı olur, sunset inanılmaz görsənir. Və otelimizin genel olaraq həyəti bu formadadır. Bunların hamısı bir otaqdır. Mənim də olduğum eyni şəkildə. Ola bilər bəzisi 3 nəfərlik olsun. Mənimki 2 nəfərlikdir. İndi düşəcəm aşağı. Buradan düşməyəcəm, buradan düşəcəm. Bura bir də baxaq. Wow, yəni dəhşət. Dəhşət bir şeydir. Düzdür, yazıblar bura söykənməyin deyə, amma bura tətil bölgəsidir. İnsanlar riskli ola bilər. Ya da buradan zarafatlaşaraq çıxa bilərlər. Və bura dəyib düşə bilərlər aşağı. Mən özümü pis elədim. Qalxdım belə, dedim çıxım hava almağa, başım gicəlləndi və əlimi atdım bura. Kəşki bura denk gəlsəydi, yəni bura olsaydı bəlkə də heç nə olmazdı. Əlimi atdım elə, əlimi atandan sonra getdim aşağı. Böyük bir bədbəxtçilik olmadı yenə dediyim kimi. Buradan aşağı düşdüyümüz zaman isə salon hissəsi bizi qarşılayır. Burada gördüyünüz kimi salondur. Həm salondur, həm də girişin olduğu hissədir. Digər otaqlarda görürsünüz. Buranın da işığı yanır, sönür. Hə, okey, full açıqdır işıqlar. Buradan düşəndə hamam hissəsinə düşürsünüz. Hamamımız da qəşəngdir. Bir jacuzzimiz də var. Jacuzzimizdir, duş alma kabinasıdır. Və burada da bizik. Yaxşıyıq. Hər şey əladır. Çıxım bir həyətinə göstərim. Həyəti də maraqlıdır. Havuzu da qəşəngdir. Bali bölgələrindən ibarətdir. Çangu bölgəsi, Ubud bölgəsi. Nə bilim, bir çox bölgəsi var. Ən çox insanın gəldiyi yerlərdən biri Çangudur. Mənzərəmiz isə budur, gördüyünüz kimi. Buradan keçək. Belə getdiyiniz zaman resepsiyondur və restorandır. Qəşəng bir burada havuzumuz da var. Aşağı şeydir, resepsiyon, yuxarı isə restoran. Mənzərədə, havada
Qəşəkdir. Normalda belə havalarla qarşılaşmırsınız burada. Havalar istidir. İndi isə biraz sərindir, bulutludur. Cənub bölgəsi daha da isti olur. Mən biraz nisbətən bura nəzərən şimalda qalırdım. Belə, burada da otaqlarımız var. Qəşəkdir yəni, pis deyil. Gedim biraz dincəlim. Özümü çox pis eləyirəm. Çölə çıxmaq da olmayacaq. Onsuz da hava pisdir. Görək nə edirik. 2 dənə Azərbaycanlı var. Məni qonaq eləmişdilər. İndi isə bu YouTube reklamı kimi gəlir giririk. Məni qonaq eləmişdilər. Necəsiz? Elmir və Səminəm. Necəsiz? Nə var? Açsız. Mən isə Çox acıq. hə, dünənləri bu arada mən götürdüm, yığdım Elmirə. Elmirgil bura 20-25 dəqiqəlik məsafədə idi. Sağ olsunlar, gəldilər həmən. Necə idi abi? Biraz qorxutdum bizi ki, sən yerə ki, qabırğam sınıb deyəsən. Mən elə hiss elədim. Saat gec olan bir də adama qabırğam sınıb deyərlər. Əsas o da heç nə olmuyor. Gəldi görür ki, ambulans deyir ki, heç nə yoxdur, rahatladım. Ya, şükür Allah, rahatladır. Əlavə olaraq da onu deyim ki, siz burada yaşayırsınız və uzaqdan işləyirsiniz. Hardasa bir ilə yaxındır ki, buradasınız. Super. Bu arada gənc Azərbaycanlılardır, 25 və 22 yaşları var. Burada yaşayırlar, belə insanlarla tanış olmaq həqiqətən qürur vericidir. Bir neçə Azərbaycanlı daha var, əgər qismət olsa onlarla da sizi tanış edəcəm. Burada bizim bu cür yeməklərimiz də var. Dediniz bu nədir abi? Bu krevetka sosunun qızarmasıdır məsələ. Krevetkanın müdürlər onun çipsini hazırlayırlar. Sən belə bırak, Sağ ol. Və burada fərqli yeməklərimiz var. İndonez milli mətbəxi. Yəni qatıb qarışdırılmış yeməklər. Kanat suyunda pişən. Bunlar belə uzun lobyan çox istifadə edirlər, çox yeyirlər. Tempə, sonra tofu çox istifadə edirlər. Dadsız usuz bir şeydir, belə yumuşaq, pambıq kimi bir şeydir. Burada tempə deyə bir şey var, bu da soyadır. İkisi də soyadan hazırdır. Bu da soyadır. O zaman bizə nuş olsun. Mən də belə şeylər götürmüşəm, qarışıq bir şeylər. Çalışırıq ki, doyaq. Çörəkdən uzaqdayıq, ağır yağlı yeməklərdən uzaqdayıq. Yaxşı hiss eləyirik yəni. Biraz özümü toparlamağa çalışıram. Belə bir otelə gəlmişəm. Və oteldə maraqlı bir nüansı oldu. Mən normalda belə bir otaq tutmamışdım, qardaş. Yəni, deluxe otaq lazım deyil mənə, təkəm. İnşallah evlənərəm, evlənəndə belə bir yerə gələrəm, yəni belə bir yer tutaram və ya digər getdiyim otellər kimi otellərə gedərəm, deluxe otaq tutaram. Uzun sözün qısası mövzu nədir? Mən gəldim, resepsiyonda mənə dedilər ki, biz sənin bookingivi görmüşük, mən otelləri bookingdən əldə edirəm və bu bir reklam deyil. Mən 20 manatlıq bir otaq tutmuşdum, qəşəkdə otaq idi. Dedilər, biz sənin bookingivi görmüşük, bookingin yuxarı səviyyədə. Getdiyim çox ölkə olub, yəni qaldığım ölkələrə nəzərə mənim də səviyyəm artıb. Və dedilər, biz sənin sosial medialarını görmüşük, bizi paylaşmasandıqlar problem deyil, sadəcə bizdən xoşbəxt getməyini istəyirik, yəni razı qalmağını istəyirik. Sənə belə bir deluxe otaq veririk. Bir deluxe otaq da burada var imiş. Otelimizin həyətini belə göstərim sizə qısacası. Ay dedim, təşəkkür edirəm ay qardaş. Nə ehtiyac var idi? Bu qədər şey edirsiniz. Laf utandırırsınız adamı. Qısası, belə mövzular yaşandı. Təəssüf ki, yıxıldım, elədim, bilirsiniz. Biraz dincəlməyə çalışacağam. Vietnama bilet aldım. Dedim, artıq Vietnama keçmək vaxtıdır. Pulum tükənir, pulum azalır. Demək olar ki, bu səfərimə sponsorsuz çıxmışdım və belə şeylər yaşamaqda normaldır. Pul olacaq və xərclənəcək. Pul yoxdursa da xərclənməyəcək. Neyniyək? Otelimizin dadını çıxardıq. Bugün varmı pulumuz? Var. 7-yə qədər var. Əsas odur. Otelimizin dadını çıxaracağıq. Bu qədər. Çox qəşəng bir yerə gətirmişəm sizi. Hansı ki, buranı çox tərifləyirdilər. Dedim ki, bir gəlim, yeməkləri ilə tanış olun. Mən səhər yeməyi yeyəcəm. Səhər yeməkləri 8 manatla 13 manat arasında dəyişilir. Sumitilər var. Sumitidir səhv eləməmişsə bunlar. Hə, sumitidir bunlar. Salatlar var. Biraz bahalıdır bura nəzərən, amma Azərbaycana nəzərən məncə uyğun. Hello. Can I make video? Okay. Şöyle bir məkanımızdır. Qəşəngsənə. Qəşəngmiş ha. Sorry. Buradan giriş var mı? Hə, var. Oo. Gözəl, gözəl. Qardaşım. Səviyyə.
Hansı ki burada havuzu da var. Nə gözəl. Bəlkə də bura oteldir. Otelin havuzu və restoranı. Qəşəng. Burada da otura bilərik məncə. Buranı da dəyərləndirə bilərik. Belə bir səhər yeməyi gəldi gənclər. Məncə qəşəng görsənir. Az ola bilər amma qəşəngdir. Burada da meyvə suyumuz var. Toplam bura nə qədər pul verdim? Bura 13-14 manat pul verdim. Biraz bahalı bir yerdir. Ucuz bir yerlər də tapa bilərdim. Amma gördüm ki, buranı çox belə tərifləyirlər. Ona görə də dedim gəlin bir görün. Belə bir mənzərəmiz var. Orada oturmadım. Günəş var idi. Bura daha sərindir. Belə bir də yeməyimiz var. Az görünməyinə baxmayaraq məncə doyuracaq. Çünki uzun bir zamandır artıq çörək yemirəm demək olar ki. Az bir şey yeyən kimi də doyuram. Arıqlamışam bəlkə də hiss edirsiniz artıq. Buranın havası çox qəribədir gənclər. Sizə qəşəng bir kafeyə aparırdım. Yağışa tutuldum. Hansı ki havaya baxın. Demək olar ki, yəni bulutsuzdur da. Amma yağış yağır. Bilmirəm nə qədər görürsünüz ya yox. Çox fərqlidir buralar. Çox fərqli yağış tipi var burada. Burada bir otel imiş bu arada. Nə qəşəngdir. Nə gözəl. Girişdə bu cür heykəllər qoyurlar. Gördüyünüz kimi. Estetik heykəllərdir, estetik. Nəmə görə görürsünüzmü? Mamur olub hamısı. Nəmişlikdir burada qaqa. Gənclər, məkanımıza gəlmişik. Birazdan içəri aparacağım sizi. İşte bura motorla gəlsəz, parking oradadır. Motorunuzu orada saxlayarsınız. Pulsuzdur təbii ki də. Pulsuz şəkildə saxlaya bilirsiniz. Və bildiyim qədərilə girişi də pulsuzdur. Girişi hardandır? Onu tapaq. Yəqin ki buradan. İhtimal buradır. Hello. Yeah? What? One. Yeah. You get here with car or motorcycle? What? Car or motorbike? Motor. This mobile ticket. Okay. Parking open. Free, yeah? How much entry ticket? You can get price. Okay. Hello. Hello, how are you? For how many people? What? One. Did you have booking? No. You want ticket with swimming pool or just walk around? Just walk. Just walk around. The entrance 70,000 one person. 70,000. Yeah. Okay. And you can access 7 our manatdır giriş. Okay. you can access our rice terrace, restaurant, and cafe plantation. Okay. And this ticket valid for one time entry. Okay. Yeah, Okay. From here, please. Okay. Buradan biletimizi de alırıq. Ola. Can I pay card? Kartla da ödənişimiz var. Hello, how are you? Thank you. How about you? I feel good, thanks so much. Yeah? One ticket without swimming pool, yeah? Yeah? Just walking, yeah? Deməli, havuza girmək üçün ayrı bir bilet sistemidir. Gəzmək üçün, restoranda oturmaq üçün isə ayrı. Belə. And your name, say? Pelein, Where do you come from? Azərbaycan. 70,000 rupiah. Can I pay card? 7 manatda girişi var, onu da kartla ödəyəcəm. Bizim bankların kartı təbii ki də burada işləyir, narahat olmayın. Belə bir şey verdik, olmadı bunu taxdı. Dedi ki, entry buradadır. Get dedim, yaxşı qaqa. Buradan gedirik yəqin ki. Hello. Oh, you're gonna check your bag. Yeah, yeah, sure. Careful, yeah. Okay, good. Thank you. It's not for you. Thanks Thank so you. much. Be careful. Okay. Yaşa. Buradan da gir içeri. Hello. My call your tickets, sir. Yeah. Only this one. Yes, Yeah. please. Thank you so you. much. Bir nəfər 7 manat. Mənzərə qəşəng olmalıdır deyə düşünürəm. Ona görə də belə bir biznes qruplar, qolunuza da belə bir şey taxırlar. Burada da o məşhur kofemizi görürsünüz yəqin ki. Bilirsiniz də burada bir heyvan kofe yeyir. Sonra onu çıxarır, onu götürürlər. Bəs necə deyirlər, qaynadırlar, üdürlər, eləyirlər falan filan. Kofe halına alırlar. Hansı ki həmin heyvanımız içəridə. Heyvan da buradadır. This is dangerous or? Oh, he aggressive. He Ah. bite. Deyir biraz təhlükəlidir. Təəssüf ki. Sistemdə budur uşaqlar. Kofeni bu hala gətirir. This is what he eat. Hə, bunu yeyir. Eat. He eat the coffee cherry and then they poop it out. Bunu çıxardır. Sonrasında isə
Okay. We take out the beans. We wash by hot water to kill the bacteria, and this is the clean beans. Okay, deyir ki, çox isti suda bunu yuyuruq, hot water, ya, cleaning, water, hot yes. water. Sonrasında bu hala gətirirlər, belə bir şey olur. And then this bean, we peel the skin and take the beans out. Hə, And sonra become this. çıxardılar gənclər. Bunun içindən gördüyünüz kimi belə çıxardılar, tum kimi çıxır. Bu hala gəlir. And What this is bean, this? this one still have another skin on it. We have to wash again, Okay. and that's the pineapple. Wash again, Yeah, yeah? by the normal water. Hə. Sonrasında isə uşaqlar normal su ilə bunu təkrardan yuyurlar. What is this exactly? This is the last bean, and then the next process of the bean, it's ready to roast. Okay, roast, yeah? Yes. And sonrasında what's mean roast? My English is not good. Roasting. Roasting? Yeah, over here. Where? Here. Roasting. Burada qız göstərəcək bizə. This one. Roast on the fire. Hə, fire. Okay, qorurlar uşaqlar. Okay, okay, I understood. Deməli, söhbət nədir? Qısaca sizə keçirəm. Bu gördüyünüz şeyi, kofeni heyvan yeyir, sonrasında bu hala gətirir. Bunu isti su ilə yuyurlar. Bu çıxır. Bunu isti su ilə yuyurlar, bu vəziyyətə gəlir. Bunu da tumunu çıxardırlar. Tumunu çıxardandan sonra isə gördüyünüz hala gəlir. Təkrardan qorurlar, yuyurlar. Bunu soyuq su ilə yuyurlar. Bu hala gətirirlər və artıq kofeyə də hazırdır. Heyvanımız isə bilmirəm, görürsünüz oradadır. Heyvanı da istifadə edirlər. Məkan böyükmüş, hello. Bu məkanı bu qədər böyük mən zənn eləmirdim. Vay vay vay. Yaşıllığımız biraz azdı orada, amma insanlar havuza da girir. Bu arada bir şey deyim. Baxın, türk blogerlər biraz basıb bağlayır. Qaqanız tam şəffaf göstərir. Siz gedib onlara dəstək olursunuz amma. Abi bizdə bir Azərbaycanlı pelenk var amma sizin kimi videolar çəkənmir falan. Görürəm yorumlarda. Utanıram sizin adınıza. Nə yalan deyim. Onu eləyənlərin adına. Gənclər, havuza girmək də pullanıymış bu arada. Çünki məndən ona görə istədi. Dedi, sən gəzərsən sadəcə, yoxsa havuza da girərsən. Mən dedim, gəzəcəm. Dedi ki, okey, onda bu qədər pul ödəməlisən. Mənim başa düşdüyüm oydu. Amma türk blogerlər basıb bağlayır, hə, bu pulsuzdur, bu belədir, bu elədir. Bəlkə dəyişilib artıq qayda qanun. Mən təzə yıxılmışam balkondan. Buradan da yıxılsam çox gülməli olar. Əsas odur, mənzərəni sizə belə qardaşınız göstərsin. Bu hava budur. Vay 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 vay. Yaradıblar amma. Alasharu Bali. Buranın Alasharu. Buranın adı Alasharu Bali. Buranın adı Alasharu Bali'dir bu arada. Unutmamakta da fayda var. Girib içəridə üzmək 150 min Allah. Bunların baş xarab olur. Okay, 150, yeah? One. Because for this bracelet, it's only include for the entrance for the Alasharu and entrance for the restaurant. Okay. Okay, thanks so much. Thank you. 150 miniymiş. 150 15 manatıymış. Bunları boş xarab oldu. Türklər gəlib burada basıb bağlayırdı ki, suya girmək havaydı. Nə basırdılar yalanı? Hello. Burada gəzməyə yer də var bu arada. Okay, yəqin bununla daxildir. Həm düyü şeyini gəzə bilirsiniz, əkin sahəsini, həm də buranı gəzə bilirsiniz. Elə düşünürəm. Hello. Allah. Hayf, çox hayf. Bu qədər pul verdik, gəldik bura. Yəni bayaqki o heyvan yedi kakaş şeydə, yəni kakao kimi bir şeydir bu. Bir dəqiqə toparlayıram. Thanks so much. Gülərsiniz də, hər yeri girişi pullandı. Deməli uşaqlar, qiymətlərimiz nədir? Mən sizə belə şeyləri göstərirəm artıq. Əvvəl göstərmirdim, əsəbləşirdiniz. Spagettilərimiz var, pastalarımız var yəni. 11 manat, 10 manat, 14 manat kimi dəyişir. Bura biraz bahalıdır. İçəcəklərimiz var. 5 manat, 6 manat arasında. Soft drinklər hardadır məsələn? Soft drink görmürəm. İçkilərimiz 10 manat, 8 manat, 7 manatdır. Pivələrimiz 7 manat 50 qəpik. Soft içəcəklər görmürəm təəssüf ki, amma eyb yoxdur, sağlıq olsun. Yeməyimiz gəlibdir. Biraz qeyri-adi yeməkdir. Mən belə bir yemək yeməmişəm, amma
Dadı necədir? Dadı qəşəngdir. Belə bir içəcəyimiz də var. Bunu da onlar nə dilində danışırlar? Japondular, Çinlidilər, haralıdılar. Bizim kimi səsli köylü millətdilər onlar da. Yəni ahım şahım bir şey yoxdur uşaqlar. Gəlməsəz də gəlmərsiniz yəni. Amma gəlmişkən görmək lazımdır da. Gedin o düylərin zadın ətrafında bir gəzin eləyin.